Herkese salam uşaqlar. Bugün sizlərlə birlikdə setup təmizləyirik. Bunu təmizləyəcəyik. Bunları təmizləyəcəyik. Yəni option setup təmizləyik. Video keçmədən öncə like atıb abunə olmayı unutmayın. Keçək videoya. Yəni ilk olaraq bunu təmizlədən başlayacağım. İndi bu tərəfini, sonra arxaya təcəxdən arxansızlar dəfə olur. Bir də iç hissəsi. Bir dəqiqə açıb gəlim. Yəni bunu da belədir. Bunu da belə çəkəcəm. Çəkəcəm deyim. Bunu da belə siləcəm. İlk olarak üstünden silmeye başlayayım. İçini silmeye başlayalım. İçini de sileyim. Dəqiqə açım gəlim. Hamısı da sildim. Bunu da sileceğim indi bir dəqiqə. Şöyle bundan full silip gəlirəm. Şöyle gəldim. Demək olar ki hazırdır. Yəni full sildim. Bu dəqiqə belədir. Yani bunun əvvəlki halını bura qoyacağım. Bura qoyacağım. Kompüter bir dəqiqə. Hələ tamamlamadı. Bir dənə bir şey gətirib gəldim. Kompüteri tamamlandı. Bir dənə bunu da qoyacağım. Arasına qoymalıyım. Daha qoyun bunu. Gəlin. Tamammış olur kompüter. Bunu da qoydum ki tozlanma, çox toz olmasın. Bağladım və kompüter tamamdır. Kompüteri qıraqalaq. İkinci olaraq mouse var. Mouse da siləcəm. Onsuz da balaca deyə sanacaq. Ən çətin bu dəqiqə bu olacaq. Bütün tuşlarını çıxartacağım. İçini full siləcəm. Ən axırda olacaq. Ona görə də ən axıra saxladım. Bunu da silək. Nə bunu da silim gəlir. Və bunu tam sildim. Belədir yaxşıdır. Bu əvvəlcən şəklini çəkmədim deyə əvvəlki silinməmiş şəklini qoyamayacağam. Ona görə bu da tamamdır. İndi ən məni zorlaşdıran bu olacaq. Çünkü ilk dəfədir sökürəm. Yəni ilk dəfə də belə bir şey deyirəm. Ona görə də nə olacaqlardan xəbərsizəm. Bunu yavaş-yavaş sökməyə başlayaq. Sökmə necə olacaqlar onu sizə göstərəcəm. Əvvəlcədən yoxlamışdım. Belə bir bıçaq. Sonra da hansısa tuş məsələn bu olsun. Hem tutup hem şey diyemeyeceğim. Düştü, çıxartdım aslında bir dəqiqə. Məsələn belə tuş, yəni çıxarda bilsən. Salanda da belə sala bilsən məsələn. Sala bilsən təzə. Demək hem tutup hem çıxardım hem tutamayacağım. Ona görə də bura bir dənə belə bir şey qoyacağım. Hem çıxarda sizə izləyəcəksiniz. Ona görə də bir dənə bir şey qoyub gələm. Yəni qoymağa bir şey yox idi. Mən də onsuz sizə çıxartmağı göstərdim. Mən bunların hamısını çıxardıb gəlirəm. Gəldim uşaqlar və bu qədər şey çıxdı. Bunlar da çıxdı. Bu qədər şey çıxdı və içi də belədir gördüyünüz kimi. Pisdir. İçini də tam bir şəkildə təmizləyəcəm. İndi buradakilərin hamısını, bunların hamısını aşağı bir şəkildə yuyacağım. Bu içini də siləcəm. Hamısını da içinə taxacağım. Yəni hamısını içinə taxacağım. Taxanda da sizə göstərəcəm. Taxanda onsuz da yəni çıxartmaqdan asan olur. Ona görə də bunları yuyub, bunları da təmiz silib qurudandan sonra gələcəm. Bəli, təmizlədim uşaqlar. Bu da son parçadan da salıram. Full təmizlədim. Təmizlənməyən halını da bura qoyuram. Tapsam qoyacağım. Sonra indi full setup'ı dizib gəlirəm. Bunları da belə qoydum. Bir sonraki setup videosu gəlmək sizə like atıp abunə olmayı unutmayın. Sağ olun.